Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Samiti keçirilib. Tədbirin məqsədi əmək bazarında yeni peşə və bacarıqlarla bağlı tələbləri peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığını dəstəkləməkdir. Sammitdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyid Əhmədli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli, rəsmi şəxslər və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Samir Seyid Əhmədli, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə insan kapitalının inkişafının əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edildiyini və Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə mühüm addımlar atıldığını bildirib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin mərkəzində insan amil dayanır. Çünki istənilən iqtisadi sistemin dayanıqlığını onun malik olduğu insan kapitalı müəyyən edir. İqtisadiyyatın gələcəyi texnologiyalarda deyil, bilikli, təşəbbüskar və məsuliyyətli insanlarla formalaşır. Bu yanaşma son illərdə aparılan bütün islahatlarda öz əksini tapır. Təhsil sahəsində modelləşmə, peşə hazırlığı sisteminin gücləndirilməsi, gənclərin innovativ layihələrə cəlb edilməsi və rəqəmsal savadlığın artırılması insan kapitalının əsas prioritetinə çevrilib. Vüsal Nəsirli isə belə bir samitin təşkilinin ölkəmizin məşğulluq siyasətində yeni düşüncə mərhələsinin göstəricisi, insan kapitalına, eləcə də bilik və bacarıqların gələcək nəsillərə ötürülməsinə yönələn strateji baxışın ifadəsi olduğunu qeyd edib. Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasında da hazırda yenilənən iqtisadiyyatın, innovativ yanaşmaların və gənclərin potensialının üzə çıxarılması sahəsində mühüm və ardıcıl işlər aparılır. Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi qlobal əmək bazarında baş verən dəyişikliklərdən kənarda deyil. Bu proseslər təbii olaraq Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində əhalinin rifahının yüksəldilməsi və insan kapitalının inkişafı dayanır. Bu istiqamət iqtisadi inkişaf siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər real nəticələrini göstərir. Tədbir çərçivəsində əmək bazarının transformasiyası və dəyişikliklərə adaptasiya adlı 2 panel müzakirəsi təşkil olunub. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, o cümlədən gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər müzakirə edilib.